Salam aleykum əziz müsəlmanlar. Keçən dərsdə biz ləfzətullah qaydasını öyrəndik. Bu gün isə 7-ci dərsimizi keçəcəyik. Bu dərsimizdə əlifba dərslərindən sizə söz verdiyim, deməli, oxşar hərflər haqqında məlumat veriləcək. Oxşar hərflər iki növdür. Deməli, ilk növü yazıda oxşar hərflər, ikinci növü isə tələffüzdə oxşar hərflərdir. Bunların hər birini bu dərsimizdə inşallah qarşılaşdırıb onların oxşar və fərqli cəhətlərini öyrənəcəyik. Demək, hərflərin yazıdakı oxşarlıqlarını düşünürəm ki, özünüz də bilirsiniz. Yəni bə, tə, sə hərflərinin, həmçində cim, hə, xa hərflərinin bir nöqtə və yaxud da iki nöqtə ilə üstdə və yaxud da altda olmasının fərqini onsuz da görürsünüz. Yəni burada çətin bir şey yoxdur. Bundan əlavə deməli dəl, zəl, ondan sonra ra, zə, sin, şin və bu tipli digər hərflər də eyni minvalla bir nöqtə ilə fərqlənir. Demək olar ki, deməli 28 ərəb hərfindən yarısından da çoxu bu şəkildə təkrarlanır. Yalnız nöqtələrin yerinə görə hərf fərqliliyi əmələ gəlir. Həmçinin deməli bəzi hərflər də var ki, məsələn bə və nun hərfləri kimi bunlarda da deməli oxşarlıq var müəyyən qədər. Məsələn biz bunun sözlərdə hər hansı söz, indi burada düzdür bu şəkildə söz deyil, sadəcə olaraq hərf yığınağıdır. Baxsaq məsələn bə hərfinin əvvəldə yazılan formasından nunun əvvəldə yazılan forması, həmçinin bənin ortada yazılan forması ilə nunun ortada yazılan və həmçində bənin sonda olan və nunun sonda olan formalarının açıq-aydın fərqlərini görə bilərik. Bəli. Eyni şəkildə deməli tə və yə hərflərini də misal çəkə bilərik. Məsələn tənin əvvəldə, ortada və sonda yazılan formaları ilə yənin əvvəldə, ortada, sonda yazılan formalarını artıq ekranda görürük. Burada məncə artıq izaha da ehtiyac yoxdur. Bundan əvvəl dediyimiz, yəni bənin və nunun misalında eyni şeyləri tə və yəyə də şamil edə bilərik. Həmçinin deməli fə və şin hərflərinin üzərindəki 3 nöqtəni xüsusən tələbələrin oxu zamanı səhv saldıqlarını, xəta etdiklərini görmüşəm. Ona görə də burada bunları da qarşılaşdırmışam və həmçində qayn və fə hərflərini burada da deməli müəyyən hallarda, yəni məsələn bir sözdə deyək, burada təbii ki hərf yığınağıdır. Deməli qaynın əvvəldə yazılan forması, bu da qayının daha doğrusu ortada yazılan forması, fənin arxa-arxaya deməli ortada və sonda yazılan formalardır. Bunu deməli qayn və fə bir-birinə çox oxşuyur. Xüsusən də məsələn burada mən bildirmək istədiyim ortada olan formasıdır. Yəni qaynla fə gördüyünüz kimi bir-birinə çox oxşuyur. Adi belə deyək, yazıda çap versiyası olmayan adi yazıda, əllə yazıda bu açıq-aydın fərq hiss olunur. Məsələn, bu qayndır, bu isə fədir. Gördüyünüz kimi bu yumrudur, bu isə süzaqdır. Lakin deməli çap versiyasında cüzi fərq var. Lakin bu da zamanla alışılan bir şeydir. Gözümüz gördükcə, çox oxuduqca bunun qayn olduğunu və bunun da fə olduğunu açıq-aşkar deməli fərqləndirə biləcəyik. Sadəcə olaraq zaman məsələsidir. Eyni şəkildə məsələn digər deməli hərflərdə misal deyə bilərik. Məsələn fə ilə qafı tələbələr xüsusən də qarışdırırlar. Həmçində əliflə ləmi, deməli bu sözdə məsələn əlifdir, ləmə oxşuyur. Lakin biz demişdik ki, əlif özündən sonra birləşmir. Ona görə heç vaxt birləşə bilməz və birləşmədiyini də görürük zaten. Ləm isə özündən sonraki hərfə birləşir. Bəli. Bunları yenə də təkrarən deyim ki,
Çaşdırmamaq üçün sadəcə çoxlu oxumaq lazımdır. Vərdişə çevirdikdən sonra siz bunları bir-birindən çox asan, rahatlıqla ayıra biləcəksiniz inşallah. Mənim əsas hədəfim bu dərsdə tələffüzdə bəzi hərflərin fərqliliyini göstərməkdir. Bəziləri elə bilir ki, fərqi yoxdur. İstər pərtək, məsələn, fəni yerinə sin desə, heç nə olmaz. Hər halda məni anlayacaqlar. Bəli, danışıq üçün belə də əhəmiyyət kəsb eləmir. Maksimum yəni sənin səhv etdiyini, səhv danışdığına göz yumacaqlar. Lakin Quran oxuyarkən bu Allahın deməli kəlamının mənasını dəyişdirə bilər. Yəni hər dildə bu deməli hərflərin oxşarlığı mövcuddur. Bir hərfi bir qırıq, bir damcı belə deyək, dəyişməklə onun tamamilə mənası başqa yerə gedə bilər. Ona görə də Allahın kəlamına qarşı hörmətsizlik olmasın deyən, həmçində günah qazanmamaq üçün bu hərfləri düzgün şəkildə tələffüz etmək gərəkdir. Bəli. Odur ki, hörmətli müsəlmanlar, bacardığınız qədər hərfləri doğru tələffüz edin və səhvlərinizi düzəltməyə çalışın. Sözü uzatmadan başlayaq tələffüzü oxşar hərflərə və sözlərdə deməli müqayisəsinə. Bundan əvvəl deməli keçmişdik biz yazıda oxşar, indi isə tələffüzdə oxşar deməli hərfləri misal göstərək. Məsələn, dad və dəl hərfi. Bunlara aid məsələn sözlərdir. Mərada, mərada. Bu birisi isə məradə. Növbəti bir söz. Məsələn, fərdun, 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 fərdun. Daha bir söz. Məsələn, vada'a, 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 vada'a. Təbii ki, dərsimizə ilk dəfə qulaq asan, ümumiyyətlə ərəb dilindən məsələn, məlumatı olmayan, hərfləri bilməyən adam üçün bunlar mən tələffüz etdiyim zaman təbii ki, oxşar kimi səslənəcək, lakin deməli, bu hərfləri bilən, ən azından lüğətə, heç olmasa belə deyək, tərcümə proqramlarına bu sözləri yazıb, özü də yoxlaya bilər ki, vada'a və vada'a təmiz fərqli sözlərdir. Səslənməsinə də qulaq asa bilər, mənasına da baxa bilər. Məsələn, vada'a sözünün tərcüməsinə baxsa, tərk etmək mənasına gəlir. Vada'a isə bir şeyi, məsəl üçün, hər hansı bir əşyanı bir yerə qoymaq mənasına gəlir. Vada'a qoydu, vada'a isə tərk etdi. Bunun kimi digər sözləri də istəyən, deməli, lüğət proqramlarından baxıb araşdıra bilər. Bizim məqsəd burada hər bir sözü ayıraraq da mənalarına varmaq deyil, sadəcə olaraq bunların fərqliliklərini tələffüzdə göstərməkdir. Daha bir neçə hərflərin də misalına baxaq. Məsələn, növbəti hərfimiz tə və ta hərfidir. Məsələn, bu sözlərə baxaq. Qanətə, qanəta, qanətə, qanəta. Növbəti misalımız tinun, 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 tinun. Növbəti fə və sin hərfləri. Kəsəra, 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 kəsəra. Növbəti hərflərimiz sin və sad hərfləridir. Bunlar da bir-birinə çox yaxındır. Biri incədir, biri isə qalındır. Deməli, suratun, 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 suratun. Deməli, dammə ilə olanda bir-birinə çox oxşuyur, lakin azca da olsa fərq var. Məna cəhətdən bu surə deməkdir, Quran surəsi. Bu isə suratun isə deməli şəkil deməkdir və yaxud da surət deyək. Daha bir misala baxaq. Məsələn, əsrun, asrun, əsrun, asrun. Növbəti hərfimiz qaf və kəf hərfləridir. Bunlara aid də misallara baxaq. Məsələn, qalbun, kəlbun. Qalbun qəfdir, kəlbun isə it deməkdir. Yəni bu qədər böyük bir fərq əmələ gəlir.
Növbəti misalımız deməli zeyn və yaxud da zə, zeyn hər iki variant düzgündür və va hərfləri. Məsələn, nəzara, nəzərə, nəzara, nəzərə. Bu pərtək qalın hərfdir, bu isə adi z hərfidir. Dilimizdəki z hərfinə uyğun olan hərf. Növbəti hərfimizə baxaq. Deməli, hə və xa hərfləri. Məsələn, hələqa, xaləqa, hələqa 40-dır deməkdir. Xaləqa yaratdı deməkdir. Yəni bu qədər böyük fərq yaranır. Xüsusən də Allah yaratdı sözünü düzgün tələffüz etmək lazımdır. Əks halda belə yüngül desək, fəlakət əmələ gəlir, fəlakət baş verir. Həmzə və ayn hərfləri, yəni belə deyək ki, əlifin digər var. Əlif kimi oxunan həmzə və ayn hərfləri. Bunlara aid də bir neçə misala baxaq. Əşyəu, əşyəu. Növbəti. Əməlun, əməlun. Yəni təmiz fərqli mənalardır. Hamısına deməli toxunmağa vaxt da yoxdur. Məsələn, əməlun ümid, ümid mənasını verir. Əməlun isə əməl, iş mənasını verir. Yəni təmiz fərqli mənalardır. Yəni, daha bir neçə misallara baxaq. Qayn və qaf hərfləri. Məsələn, qaribun, qaribun. Qarib, qərib deməkdir. Bizim dilimizdə qərib, yad, yəni həmən yerdən olmayan bir insan. Qaribun isə yaxın deməkdir. Yəni bu qədər böyük fərqi var. Hə və hə hərfləri. Əmədə, əmidə. Daha bir misal. Hərbun, hərbun. Bəli. Bu hərflərin deməli siyahısını daha da çoxaltmaq olardı. Yəni oxşar hərflər və yaxud sözləri daha da çox göstərmək olar. Lakin bununla da yetinək, kifayətlənək və oxşar hərflər barəsində müxtəsər olaraq bununla yetinək. Əlhamdülillah. Bu mövzunu da sona çatdırmış olduq. Növbəti deməli 3 dərsimizdə isə, yəni buna qədər 7 dərsimiz olub. Deməli növbəti 3 dərsimizdə isə Quran oxuyarkən qabağımıza çıxan bəzi mövzulara toxunacağıq inşallah. Yəni bura qədər öyrəndiyimiz 7 qaydanı mütləq bilməliydiniz. Lakin bundan sonraki 3 dərsimiz isə Quran oxuyanlara lazım olacaq. Yəni 7 qaydanı mütləq bilməlisiniz ki, hər hansı mətni doğru şəkildə oxuyasınız, səhv olmasın. Lakin 3 qayda isə, bundan sonra gələcək 3 qayda isə sırf Quran oxuyanlara lazımdır və daha yaxşı olar ki, onları da baxıb Quran oxuyarkən tətbiq etməyə çalışasınız. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza xüsusən də Telegram və digər kanallarımıza abunə olmağı, fikirlərinizi bildirməyi unutmayın və həmçinin də digərlərlə paylaşmağı təxirə salmayın. Çünki bu videonu daha çox kütləyə çatmasına birbaşa səbəbdir və xeyir işə səbəb olan o işi görmüş kimidir. Allaha əmanət olun. Əssəlamu aleykum.